Salam, hörmətli izləyici. Mən hüquqşünas Seyidzadə. Dünən Nahi Kəmərin kanalında bir video baxdım. Ata danışır ki, yoldaşım getdi də uşaq qoyub çıxıb gedib. Dəhşətə gəldim mənim fəxvardan, hörmətli izləyici. Yəni, həmin videoda baxıram, ata deyir ki, ananı şantaj edib və ana çıxıb gedib. Və axşamdan kimlərsə evə çağırmışlar. Onlar da uşaqlara qarşı müxtəlif hərəkət edilmişlər. İndi mən bu barədə danışacağam, hörmətli izləyicilər. Amma əvvəlcədən bir şey demək istəyirəm sizin hamınıza. Zəhmət olmasa bu videonu bəyənin, qoy hamı bilsin. Əgər sizi kimsə şantaj edirsə, qorxmayın. Polisə şikayət edin. Həmin adama deyin ki, gedin harcıysa deyin mənim əməliyyat haqqında qorxun yoxdur. Ona görə əgər siz hansısa bir cinayət eləmişsə, maksimum o halda həmin adam deməyəcək. Ona görə deməyəcək ki, həmin şəxs əgər cinayəti birisi gizlədilsə, o da məsuliyyət daşıyır. Hörmətli izləyicilər, nəzərə alın. Deməyəcək. Ya həmin cinayəti həmin şəxs edib. Sizlə birlikdə. Ona görə deməyəcək. Ya da ki, cinayət olmadığı halda hörmətli izləyicilər, nəzərə alın ki, mütləq qaydada. İnsanların şəxsi həyatı barədə məlumat vermək olmaz. O da qanundan qadağandır. Bir də bir şey deyim, həmin bunu hüquqşünas kimi deyən, həmin əvi olan şəxs kimi deyən, hörmətli izləyicilər. Əvi olan şəxslərdən qadınlardan, uşaqlardan daha çox istifadə edirlər. Yəni şantajla. Aldanmayın, hörmətli izləyicilər. Yəni ki, şantajla sizi aldatmasınlar. O ki, qaldı o məsələyə indi qeyd edəcəm müəyyən məsələ. O cinayət əməli təkibi işdir. Hörmətli izləyicilər. Baxın, həmin xanım həyat yoldaşı deyir ki, bəs mənim yoldaşım evə kişiyə gətirirdi. Bu əgər kişi gətirirsə, istənilən halda uşaqların diliyinə görə həmin kişiyə bəyədir. Uşaqlar şübhədə bu və narahatsız hərəkətdə edir. Burada uşaq həyatından söhbət gedir, hörmətli izləyicilər. Bu bir hal, bu cinayət işi yaradar. İkinci hal ondan ibarət ki, kişi deyir ki, arvadın narkotikdən istifadə edir. Ona görə bu vəziyyəti düşür, ehtimalı. Amma mən elə düşünmürəm. Ola bilsin ki, hansısa bir hadisə törətdiyi zaman narkotik vasitələrin təsiri altında ola bilər. Amma inanmıram ki, bu gündəyi eləsin. Bilirsiniz niyə inanmıram? Ondan sonra bu narkomanlar, mal satanlar maraqlıdır, kimisə boşaltdırsın, nəsə eləsin. Onun əlinin pullarını xərcləyər. Deyər də gedir evdən falan şey gətirir, falan qədər pul gətirir. Ona görə. Yəni mən inanmıram o məsələyə biraz. Amma təsir altında olmağa ola bilər hadisə zamanı. Hörmətli izləyicilər, biz üzvü hesab edin. Mən yəni həmin hadisənin təsir altında belə dəhşətə gəlmişəm. Əsəb keçirdim. Ona görə bizim öz sözlərin təsirinə deyim, nəsə düzgün deməyim. Amma ki, inanılmaz bir şeydir. İnanılmaz bir hadisədir. Baxın, burada atanın dili ehtimalı odur ki, ananı şantaj edir və uşaqların dili odur ki, hansısa olanlara hərəkət edir və seksual hərəkətdə ola bilib, zorakı hərəkətdə ola bilib. Uşağın biri deyir ki, axşam yatmışdım, ayırdın gözün üstündə kimsə var idi. O böyle deyir ki, at paltonunda oturmuşdu, məni qucağına oturtmaq istəyirdi. Məsəl üçün belə zorakı faktları var, təsdiqini tapsa. Digər hal belə deyək. Xanım artıq orada müəyyən hallarda deyir ki, uşaqlar yalan danışır. Yəni ki, ana da özü çıxıb gedib. Burada da bu araşdırma, niyə çıxıb gedib? Yox, əgər ata verdiyi məlumatda yalan danışırsa, uşaqlar məcbur edir ki, ananın əlində belə sözlər deyirsə, o halda da cinayət işi var. Böhtan atdığına görə 147 hörmətli izləyicilər. Nəzərə alın. İstənilən halda bu məsələni hüquq mühafizə orqanları araşdırmalıdır. Mən də bir hüquqşünas kimi müraciət edirəm ki, aidiyyəti qurumlar məsələni araşdırsın. Hörmətli izləyicilər. Əsas məsələdən biri də budur. Mütləq qaydada. Mütləq qaydada hörmətli izləyicilər. Qanuni orqanları işləməlidir, icra hakimiyyətləri işləməlidir, uşaq təşkilatları işləməlidir. Uşaqlarla. Boşanma halı varsa, orada mütləq işləməlidir. Bilirsiniz, ata deyir ki, bir ayın içində ayın dağıldı. Mən inanmıram bir ay orada məsələ geçsin. Ona görə inanmıram ki,
Ata özü deyir ki, əvvəl ana istəmirdi uşağı, 7 uşağı istəmirdi. İndi deyir ki, 4-ünü mən götürürəm. Mediasiyaya da gedib. Mediasiya özü elə bir şeydir ki, mən bunu keçmiş mediasiya kimi deyirəm. Əvvəl 10 gün ərzində, 10 gün işə günü ərzində hörmətli icracı qarşı tərəfə təklif gedir. Sonra gözləyirsən 10 gün. Ondan sonra gedir iş mediasiya təşkilatına müraciət edirsə. Mediasiya təşkilatı da həmin qarşı tərəfə məktub göndərir. Bu da bir 10 gün çəkir ən azından. Sonra da vaxtı təyin edir məktubda. Ortalama götürəndə hardasa bu hazır olmağa belə deyək, bir ay vaxt gedir. Nə oldu bir ay bu mediasiyada keçdi? Mən inanmam, burada nəsə başqa bir şeydir. Yəni ki, istənilən halda burada ana da məsuliyyət daşıyır, ata da məsuliyyət daşıyır. Əgər böhtansa ata məsuliyyət daşıyır, yox, həqiqətsə ana məsuliyyət daşıyır. Uşaqların taliyindən söhbət gedir. Hörmətli izləyicilər, nəzərə alın. Mütləq qaydalar. Hörmətli izləyicilər, bir daha Nahid Kəmərinin çəkdiyi videonla bağlı, hansı ki orada deyir ki, ana uşaqları qoydu getdi, 7 uşağı qoydu getdi. Onunla bağlı bir daha xatırlatmaq istəyirəm bütün vətəndaşlara. Əgər kimsə sizi şantaj edirsə, kimsə sizə hədə qorxu gəlirsə, mütləq qaydada polisə, hüquq mühafizə orqanlarına şikayət edin. Yox, əgər cinayət tərkibi iş görməlisinizsə, hansısa başqa bir məsələ varsa, mütləq qaydada psixoloqa müraciət edin, vəkilə müraciət edin, hüquqşünasa müraciət edin. Hətta cinayət tərkibi iş olduğunda da müraciət edin. Bir daha deyən, hörmətli izləyicilər, həmin adam sizin cinayət törədicisi büyürsə, o əgər gizlədilsə, siz şantaj edirsə, o özü cinayət məsələcə bu. Yox, iki nəfərin arasında şəxsi söhbətdirsə, məsələn, intim söhbətdirsə, bunun videosunu paylaşmana şantaj edirsə, o özü də cinayətdir. Birbaşa, hörmətli izləyicilər, çəkinməyin, hüquqlarınızı müdafiə edin. Mən özüm də dəfələrlə demişəm, mənim telefonum açıqdır, WhatsApp kimin nəsə var versin, hörmətli izləyicilər. İstənilən çətin vəziyyətdən çıxış yolu var. Nəzərə alın, mütləq qaydada. Özünüzü itirməyin. Xüsusilə əziz valideynlər, sizin haqqınız yoxdur ki, evdə uşaq olduğu halda qoyub gedəsiniz. Kimsə sizə hədə qorxu gəlsə, mütləq müraciət edin. Ən azın olan tarixini görə, hörmətli izləyicilər, mütləq qaydada. Qorxmayın. Və deyəm, vəkil sizin sirrinizi saxlamaya borcludur. Psixoloq sizin sirrinizi saxlamaya borcludur. Hüquq mühafizə orqanlarına müraciət edirsiniz, onlar onsuz da məxfi qoyaraq heç kimin sirlərini demir, heç kimə. Narahat olmayın. Əgər başınıza iş gəlibsə, əziz xanımla, istəmirsiniz yoldaşınız bilsin, vəkilə deyin, psixoloqa deyin, hüquq mühafizə orqanlarına deyin, mütləq qaydada deyin. Uşaqlarınızla dost olun, uşaqlarınızı risk atmayın. Amma birinci növbədə məsləhət görən ki, ayrı özünüzə deyəsiniz, yoldaşınıza deyəsiniz, valideynlərinizə deyəsiniz, deyə bilmirsinizsə, mütləq qaydada adını çəkdiyim qurumlara deyim. Diqqətinizə görə sağ olun. Sağ olun.